Salam əziz insanlar, Aydınlanma kanalına xoş gəldiniz. Belə bir söz var, atalar sözü deyək, deyim deyək, yetimin də Allahı var. Bu nə deməkdir? Ümumiyyətlə bu söz ifadələrinin, bu cür söz ifadəsinin həqiqi, mistik, dərin anlamı nədir? Bizim görmədiyimiz əsl mənası nədir? Baxın, monoteist dinlərin yaradıcıları insanların psixoloji olaraq, fizioloji olaraq bir-birindən fərqləndiyini qeydə almamışdı, nəzərə almamışdı. Öz dinlərini, öz rituallarını, öz adət-ənənələrini, öz dua etmə formalarını və dua üçün yazılan sözləri insanların psixotipinə əsasən, düşüncəsinə, fərqliliklərinə əsasən yaratmamışdı. Çünki bunların heç birisi nəzərə alınmırdı. İnsanların tipajları, xüsusiyyətləri, psixoloji baxımdan fərqlənmələri, fərqləndikləri nəzərə alınmırdı. Bu monoteist dinlərin yaradıcıları tərəfindən, sistemlərin yaradıcıları tərəfindən. Panteizmdə bu nəzərə alınır. Qədim mifologiyada, qədim dinlərdə, istər Çin olsun, Yaponiya olsun, Hindistan olsun, Şumer, Mesopotamiya olsun, Misir olsun, qədim Yunanistan, qədim Roma olsun, hətta Qaliyada belə, qədim Romanın bilirsiniz ki, Fransa əyalətində orada Qaliya var idi. Onlarda druidlərdə belə bu nəzərə alınırdı, amma bu monoteist dinlərdə nəzərə alınmadı. Çünki monoteist dinlər düşünürdü ki, insanlar birləşməlidir. Sanki bu psixotip fərqlilikləri aradan qaldırılmalıdır və bu psixoloji fərqliliklərin heç bir anlamı yoxdur, dəyəri yoxdur. Bu egoizmdir, bundan uzaq durmaq lazımdır. Amma bir şeyi onlar görmədilər ki, bu monoteist dinlərin başında olanlar, yaradıcılar, ki insanlar bir-birindən fərqlənir. Nə deməkdir bu? Yahudilərin Tövrat kitabı var, bilirsiniz 5 kitab. Onların arasında belə bir fərqlənən bir kitab var, Agada kitabı, mistik kitabda Agada. Orada peyğəmbərlər haqqında bəzi hekayələr var. İndi onların birində deyilir ki, Musa peyğəmbər İsrailliləri 40 il ərzində Misirdən İsrailə aparana qədər, yəni bilirsiniz də 40 il ərzində bu yol gedirdi, davam edirdi. Hərə Allahı özünə məxsus olaraq dərk edirdi. Baxın, balaca uşaq üçün Allah 2 yaşlı uşaq üçün onun anasıdır. 5 yaşlı uşaq üçün Allah onun fantaziyalarıdır, duyğularıdır, təxəyyülündə olanlardır. 15 yaşlı bir yeniyetmə üçün Allah onun sevdiyi kişidir, yaxud da ki, qadındır. Yəni, nəyi demək istəyirəm? Baxın, 10 yaşlı bir uşaq namaz qılır və 60 yaşlı bir qoca kişi namaz qılır. Bunlar ikisi də eyni sözləri təkrarlayır, eyni pozisiyaları tutur, eyni ritualları eləyir. Amma bunların dua etdiyi Allah fərqlidir. Bunların qavradıqları, dərk etdikləri Allah fərqlidir. Onu bilin ki, Allah birdir. İbn Əl-Arabinin fəlsəfəsi var. Vəhdət əl-vücud, yəni hər bir şey Allahdır. Bizim zehnimiz hər bir şeyin Allah olduğunu görməyimizə imkan vermir. Çünki bizim iblisani ağlımız, şərhlərimiz, kommentariyalarımız, diskursiv ağlımız nöqsanları görən, egoizm içində batan, özünü vacib sayan mənliklərimiz araşdırma olmayanda, sorğulanmayanda özünü ciddi mövcud olmuş kimi qəbul edən mənliklərimiz, illüzor təbiətlərinin fərqində olmayan mənliklərimiz düşünür ki, onlar yeganə varlıqlardır. Onlar gerçəkliyi görə bilmirlər. Onun fərqinə vara bilmirlər. Bildiniz? Yəni, nə demək istəyirəm? 10 yaşlı uşaq
Allahı birincisi daha təmiz, daha səlist, daha gözəl formatda anlayacaq. Çünki o saflıq rejimindədir. Amma 60 yaşlı insanın təcrübələri var deyə onun Allahı qavramağı, Allahı hiss etməyi, duymağı daha fərqlidir. Anladınız mı? Yəni Allah birdir. Vəhdətəl vücud fəlsəfəsi. Amma onun manifestasiyaları, dərk etmə etapları fərqlidir. Və o demək deyil ki, 10 yaşlı uşaq tupoydu, Allahı dərk eləyə bilmir. 60 yaşında isə müdrikdir, Allahı dərk eləyə bilir. Yox. Bilin ki, insanın yaşı artdıqca insan təcrübələnir. Amma insan eyni anda da hiyləgərləşir, biciləşir. 10 yaşlı uşaq üçün aydınlanmaq, həqiqəti dərk eləmək asandır. Nəinki 60 yaşlı biliklərlə, zibillə, şuuru zibillə dolmuş bir qoca adam üçün. Onun üçün çətindir. Və onun duası diri deyil, mexanikidir. 10 yaşlı uşaq qəlbən dua eləyə bilər, namaz qıla bilər. Amma 60 yaşlının duası mexanikidir. O artıq ölməyə hazırlaşır, o artıq ümidini itirib, o inanmır elə də, o özünü aldadır. O alış-veriş, ticarət aparır Allahla. Mən dua eləyəcəm, məni bağışla, mən dua eləyəcəm, ömrümü artır. Anlayırsınızmı? Yəni bunların sorğulasaz fərqinə vara bilərsiniz. Yəni hərənin öz Allahı var. İndi isə gələk iki cinsə, qadın və kişi. Yaradıcı qadınların Allahı necə bir Allahdır? Onları sevən, onları dəstəkləyən, onları cəza verməyən, onları həmişə kömək eləyən və onların qayğısına qalan bir Allahdır. Yəni, yaradıcı qadınlar, egoizmi yüksək olan qadınlar Allahı necə qəbul edir? Ki, onlar düşünür ki, mən balaca bir kuklayam, Allah isə böyük bir qadındır. Necə ki, bir qız kuklanı geyindirir, sevir, oxşuyur, onu sevirsə, eləcə bu qadın da düşünür ki, Allah məni sevir, mənim qayğıma qalır. Məsələn, qadınlar düşünmür ki, Allah cəzalandırır, Allah cəzalar verir, Allah öldürür, məhv eləyir. Bildiniz? Onların Allahı bu cürdür. Onlar Allahı belə qavrayır və qəlbən, şuur baxımından Allahı belə dərk eləyirlər. Kişinin dərk elədiyi Allah fərqlidir. Əsasən döyüşlə, mübarizə ilə, qalib gəlməklə, dözməklə, səbirli olmaqla, vuruşmaqla və s. anlam axtarmaqla, məna axtarmaqla, dərk etməklə əlaqəlidir. Bildiniz? Yəni, bunlar ikisi də eyni duanı oxusalar da, eyni sözləri desələr də, daxilən Allahı başqa cürə qavrayırlar. Ona görə həmin o Aqada kitabında, o pritçada deyilir ki, hərənin bir Allahı var idi. Allah birdir, bəli, manifestasiyaları birdir. Nəfs mərtəbələri deyilən bir şey yoxdur, çünki sizin nəfsiniz, egonuz yoxdur. Sizin içinizdə bir mənlik də yoxdur. Siz özünüzü dərk eləsəz, özünüzü dərk etməklə məşğul olmağa başlasaz, öz içinizdə bir mənliyin olmadığının fərqinə varacaqsınız. Çünki sizin fikirləriniz, düşüncələriniz, duyğularınız, tarixçəniz boşluqdan ibarətdir. Sadəcə olmayan nəfsiniz öz mövcudluğunu sübut eləməyə çalışır, təsdiqləməyə çalışır və bunu necə edir? Fikirləri mənimsəməklə, boş olan düşüncələri mənimsəməklə, obraz yaratmaqla, şəxsiyyətin varlığına inanmaqla və illüziyanı daima dəstəkləməklə və sizi aldatmaqla. Məhz bununla sizin diskursiv ağlınız məşğuldur. Diskursiv ağıldakı mənim, yəni iblis dediyim bir sistemdir. Hərənin Allahı fərqlidir. Məsələn, belə bir hekayə də var. Siçanlar birləşib, gedirlər atların yanına. Deyir, sizin Allahınız necə? Deyir, bizim Allahımız kişniyir. Siçanlar baxırlar, deyirlər, necə yəni? Bizim Allahımız şeydir, nədir onun adı? Yerin altında yaşayır. Anlayırsınızmı? Bu şey deyil, politeizm deyil, çox tanrılıq deyil. Politeistləri
biz düşünürük ki o çox tanrılı olan dinlər cahildirlər. Xeyr, onlar sadəcə başa düşürdü ki, biz yəni monoteistlərdən daha incə qavramağı bacarırdı. Onlar anlayırdı ki, Allahı hər cürə dərk eləmək olar və onun milyardlarla, trilyonlarla sifətləri və adları var. Düzdür? Allahın 100 adı var, 100-cü adı təbii ki, bilmək olmur, dərk eləmək olmur. Çünki 100-cü ad hüzurdur. Hüzur deyəndə mən sakitçiliyi nəzərdə tutmuram. Fikirlərin, yaranan fikirlərin, düşüncələrin, emosiyaların, anlayışların, konsepsiyaların, konseptual düşünmə prosesinin fövqündə olan və daima fərqindəlik sahəsini saxlayan bir şeyə mən hüzur deyirəm. Baxın, fikirlər gedir, düşüncələr gedir, proseslər öz-özünə gedir. Boğaz öz-özünə işləyir, gözlər işləyir, öz-özünə hər bir şey. Bütün proseslər öz-özünə baş verir, sahibsiz, mənimsəmədən, boş təbiətə sahib olaraq. Təbiətləri boşdur, öz-özünə baş verir, yoxa çıxır, gedir. Harada baş verir? Fərqindəlik sahəsində. Hətta ən dirabadi, məntiqsel cəhətdən sizi uçuruma salan və yaxud da ki, sizi sıxıcı vəziyyətə salan, sizi sındıran, sıxan, kiçildən düşüncələr belə, məntiqsəl, ağır, çəkili fikirlər, düşüncələr belə fərqindəlik sahəsində hüzur dediyimiz bir şeydə baş verir. Siz o hüzura diqqətinizi yönəltsəz, yəni öz içinizi yönəltsəz, o hər bir şeyin boş olduğunu sizə göstərəcək və siz bu hüzurun özü olduğunuzu, o özünüz olduğunu dərk eləyəcəksiniz. Hər bir fikir içinə baxıldıqda, onun belə deyək, yaradıcısının kim olduğunu aşkar etdikdə və o yaradıcı aşkar edilmədikdə azad olur. Fikir gəldi, içinə baxdınız, diqqətinizi yönəltdiniz və gördünüz ki, onun sahibi yoxdur. O mənimsənilmir, onun təbiəti boşdur, o öz-özünə yoxa çıxıb gedəcək. Amma bu harda qavranılır, harda dərk edilir? Sən bədənini harda hiss eləyirsən? Sən bədənin içində deyilsən, heç bir prosesi bədəndə sən idarə eləmirsən. Bəs bədəni necə hiss eləyirsən? Harda hiss eləyirsən? Fərqindəlik sahəsində. Və bu fərqindəlik sahəsi o qədər sadə bir şeydir ki, ən sadə düşüncədən belə sadədir ki, sən onu görə bilmirsən. Çünki o bizə maraqsızdır, o bizə anlamsız gəlir. Amma onsuz biz ola bilmərik. Biz yaşaya bilmərik onsuz. O elə Allahın özüdür. Bildiniz? Fikir, düşüncə, konsepsiya, qayda, qanun, amplituedir. Bu elmin çatdığı ən son trigonometrik həndəsə bir fiqurdur. Amplituedir və nəsə də amplituedir. O belə deyilsən sən. Yəni o belə Allah deyil. Nə fikir, nə düşüncə, nə forma, nə başqa şeylər. Allah hər şeyin fövqündədir. Necə ki, hüzur, Allah bərabərdir, sinonim, hüzur. Hər bir şeyin fövqündədir. Sadəcə sən bu ağlının hər gün səni necə aldatdığının fərqinə varmırsan. Səni gecədən səhərə qədər aldadır və sən düşüncənin axıcılığının fərqinə varmadan, onun ötüb keçdiyinin fərqinə varmadan anlayışlarda ilişib qalırsan. Ağıl hər dəfə qırmağı belə atır, ya səni şirnikləşdirir, ya qorxudur və səni beləcə idarə edir. Hüzurun fərqindəlik sahəsinin fərqinə varmırsan. Hər bir şey fərqindəlik sahəsində baş verir. Ona görə də hərənin özünün Allahı qavrama təcrübəsi var. Gözəl insan. Bildiniz? Hər bir canlı, hər bir məfhum özünə məxsus olaraq Allahı qavrayır. Məsələn, fiziki proseslər belə canlıdır.
Onların hamısı canlıdır. Atom belə Allaha dua eləyir, atom. Amma o Allahı başqa cürə qavrayır. O başqa enerjisel, tamamilə bizim anlaya bilməyəcəyimiz bir formatda işləyir. Anlayırsınızmı? Yəni bunlar dərin, mistik sirlərdir. Bu kainat necə işləyir və s. Bunlar ezoterik anlayışlardır. İstəsəniz öyrənə bilərsiniz bunların hamısını. Yenə dediyim həqiqətə yönəldirəm mən sizi. Mən deyirəm ki, yəni itməyin bu düşüncələrin içində. Əsas olan odur ki, hərə Allahı özünə məxsus olaraq qavrayır və qadının qavradığı Allah başqadır, başqadır. Birdir bu. Təsəvvür edin ki, bir şar var. Bax, belə bir şardır. O şeydəndir, şüşədəndir. Bax, bir dəqiqə. Bax, belə bir şeydir. Bax, bu, məsələn, bu Allahdır da. Birdir, düzdür, birdir, vahiddir, doğmayıb, doğulmayıb. Amma mən buna baxıram, bunu görürəm. Sən baxırsan, bunu görürsən. O birisi baxır, bunu görür. Görürsünüz? Bax, belə bir şeydir. Bax, belə bir şeydir. Zamanın, məkanın fövqündədir. Zaman məkanın fövqündədir. Burada deyil. Sizin qavraya biləcəyiniz burada yalnız huzurdur. Ona görə diqqətinizi fərqindəlik sahəsinə yönəldin və qavramağa çalışın. Bilirəm ki, mənim onsuz da dediklərim, yarısından çoxsunu insanlar düşünür ki, mən filosofam, filosofluq eləyirəm. Dediyimlərimin mahiyyətini, dərinliyini görmürlər. Yenə də elə belə danışın. Bəlkə də kimsə eşitdi. Yəni, heç kəsi qınamayın. Kimsə əgər bir daşı götürüb onu öpüb alnına qoyursa, ona Allah kimi baxırsa, o da haqlıdır. Allahı formada görən də haqlıdır. Allahı formasız hesab eləyən də haqlıdır. Allahı elmin formullarında, elmin gücündə də görən haqlıdır. Sevgini emosiyada görən, sevgini kimyavi proseslərdə də görən haqlıdır. Hərənin öz Allahı var. Bu da o deməkdir ki, biz beləcə mistik söz birləşməsi olan yetimin də Allahı var cümləsinin əsl mistik anlamını başa düşdük. Sağ olun, şərh yazın, abunə olun və bəyənməyi, paylaşmağı unutmayın. Bu qədər.